Salamlar hər kəsə. Yeni bir Affinity videosu ilə qarşınızdayım. Onu da nəzərinizə çatdırım ki, bu Azərbaycanda bir ilkdir. Bugün Affinity'nin panelləri haqqında danışacağıq və əsas istifadə olunan tool'ların hansı funksiyalar daşıyır, onlara baxacağıq. Sırayla baxırıq və öyrənməyə başlayırıq. İlk tanış olacağımız tool, ümumiyyətlə bütün tool'lar üzərində adları yazılır və hansı funksiyanı yerinə yetirir, onları görə bilərsiniz. Mouse'u sadəcə üzərinə gətirməyiniz kifayətdir. Move tool, bu bildiyimiz ümumiyyətlə dizayn proqramları Affinity'ni daha çox Adobe bənzətməklə, yəni o bütün demək olar ki, tool'ları onunla eyni cür qısa yollarla göstəriblər. Move tool, bir obyektimiz var, əlimizdə tutaq ki, bir shape var. Onu hərəkət etdirmək üçün istifadə edirik. Növbəti tool isə artboardlar üçün istifadə edəcəyimiz. Üzərinə gətirəndə də gördüyünüz kimi artboard tool yazılır və bu artıq hansı istiqamət istəsəniz bir artboard əlavə edə bilərsiniz. Bunun gözəl tərəfi nədir? Artboardları hazırlamaq üçün bəlli bir məsafəni qoruyur. Adobe-da belə deyildi. Adobe-da sadəcə olaraq kopyalaya bilirdik. Deyək ki, bir ölçü yox idi yerləşmədə. Burada isə daha sadə bir versiyada bizə göstəriblər. Növbəti tool haqqında danışaq. Növbəti tool, yenə də üzərinə yaxınlaşdırırıq. Point Transform, F-lə də qısa yolu ilə də keçid edə bilərsiniz və yanında fikir versəz bir ikon da var, ox işarəsi. Bu isə deməkdir ki, altda içəridə yeni bir, başqa bir tool da var. Həm də Node tool. Ümumi olaraq sizdə Node tool görünəcək. Mən işlə bağlı dəyişdirmişdim. Node tool nədir? Yenə də bir shape açırıq. Shape'lərdə, indi shape tool'u öyrənəndə yenə də baxacağıq onun içərisində nələr var. Mərkəzi belə bu formada götürə bilirsiniz. Gördüyünüz kimi move tool'dan istifadə elədik. Keçirik node tool'a. Node tool bildiyimiz bu hərəkət elətdirmək üçün istifadə edirik bunu. Sağa, sola və yaxud da yuxarı aşağı. Digər isə point transform isə bir nöqtə seçirik və bütün shape o nöqtənin ətrafında hərəkət eləməyə başlayır. Bu, mən bildiyim qədərilə kifayət qədər də istifadə eləmişəm Adobe. Adobe-da belə bir tool yoxdur. Orada rotate var. Rotate-də də bəlli bir nöqtə seçirik. Amma bunun qədər əlverişli deyil. Bunun qədər istifadəyə yararlı deyil. Bu çox gözəl olub. Yəni, mən də yeni tanıyıram bu aləti. Artıq işlərinizə uyğun olaraq bundan necə istifadə edərsiniz, özünüz artıq onu özünüz tapmalısınız. Digər bir tool ona nəzər yetirək. Yenə bir shape çəkirik. Digər toolumuz isə corner tooldur. Üzərində də yazıb round sharp corners, selectively on, closed or geometric shapes. Məsələn, əgər bu toolu seçsək, əgər kənarından tutub dartmağa başlasaq, bildiyimiz Illustrator'da bu kənarlardan belə yumşaltmaq üçün istifadə edirdi. Bunda daha bəsit bir formada, məsələn, küncdən artıq bizə göstərir ki, nə qədər hərəkət elətdirirsən, nə qədər içəridəsən və digər tərəflərdə də eyni alət keçərlidir. Məsələn, yenə seçirik, bir tərəfindən tuturuq və başlayırıq dartmağa. Yuxarıda isə radiuslar görünür. Əgər hər birini eyni qədər, eyni dərəcədə belə deyək, içəriyə doğru yumşaltmaq istəyirsinizsə, onda nə edirik? Mərkəzə gətirək fikrimizi ifadə etmək üçün. Həmən toolu seçirik, bütün cornerları seçirik, bir tərəfdən tuturuq və başlayırıq dartmağa. Gördüyünüz kimi 4 tərəfdən eyni qədər yumşalır. Radius hissəsində isə, əgər tutaq ki, yenə seçim edək, radius hissəsində bir dəyər görünür. Həmən dəyəri dəyişdirməklə, məsələn, biz burada hərəkət elətdirdik. Tutaq ki, yenə seçirik, bir dəyər üzərində bir dəyər qeyd eləmişiksə, radiusdan onu dəyişə bilərik. Bu, corner tool idi. Digər tool'a keçid edək. Bu isə mənim, belə deyək, hal-hazırda Adobe-da bir neçə dəqiqə üzərində deyək, işlədiyimiz, ancaq offsetlə falan əldə elədiyimiz bir alətdir. Məsələn, burada isə bu çox bəsit bir formada eləyiblər. Bu, müəyyən qədər kənara doğru çıxmaq və yaxud da müəyyən qədər içəriyə girmək üçün, offset dediyimiz işləri görmək üçün contour tool'dur.
Contour tool'da məsələn bir daxildə bir shape'imiz var. Ondan kənara nə qədər çıxa bilirik, nə qədər içəriyə daxil ola bilirik. Bax bunu ölçmək üçün göstərilib. Çox da istifadəyə yararlıdır. Yəni istifadə etdiyiniz zaman o nə qədər sadə, rahat olduğunu özünüz anlayacaqsınız.